Salam əziz şagirdlər. Bugün Codeiradan qrafik informasiyaya aid möhkəmləndirmə testlərinin izahına baxırıq. 50-dən o tərəfəsinə baxırıq. Başlayırıq 50-ci sualdan. Deyir ki, 50-51-ci suallara baxaq. Deyir ki, bizə bəzi ölkələrdə 8 simvoldan ibarət avtomobil nömrə nişanı istənilən qaydada böyük hərflərdən, cəmi 26 hərf və onluq rəqəmlərdən ibarətdir. Hər bir simvol eyni və minimal mümkün bit sayı ilə kodlanır və hər bir nömrəyə eyni və minimum mümkün tam sayda bayt ilə kodlanır. 50 belə nömrəni saxlamaq üçün lazım olan baytlarda yaddaşı miqdarını müəyyənləşdirin. 8 simvol var. 1, 2, 3, 4, 5, 6, 7, 8 simvol var. Və bu 8 simvol 26 hərf və onluq rəqəmlərin birləşməsindən yaranır. 26 hərf və onluq rəqəmlərin birləşməsindən. Deməli, 36 simvol vasitəsilə yaranır. Bu hərflər, bu simvollar 36 simvol vasitəsilə yaranır. Və 36 simvolun bir simvolu yaddaşda 36-nı avtomatik salırıq 2-nin qüvvətləri arasına. 36 2 üstü 5 ilə 2 üstü 6 arasında yerləşir və biz hər zaman üstü böyük olanı götürürük. Yəni 36 simvolda bir simvolumuz 6 bit yaddaşda yer tutur. Yəni bir dənəsi 6 bitdirsə, o zaman 8 dənəsi, yəni bunların hamısı 6, 6, 6, 8 dənəsi 48 bit yaddaşda yer tutar. İndi məsələnin ardına baxırıq. Deyir ki, hər bir simvol eyni və minimum tam sayda bayt ilə kodlanır. Yəni, sən burada 48 bit almısan. Biz bilirik ki, bunu bayta kilsək 48 bit 6 baytdır. Yəni, buradan da belə çıxır ki, bir dənə simvolum 6 baytdırsa, bəs görürsən 50-də nə belə, yəni bir dənə şifrəm, bir dənə simvolum yox, bir dənə şifrəm yaddaşda 6 bayt yer tutursa, şifrə. 50 şifrə nə qədər yaddaşda yer tutar? 50 dənə şifrəm yaddaşda, demək, 50-ni vurarıq 6-ya, 50 belə şifrəmiz yaddaşda 300 bayt yer tutmuş olar. Sonra keçirik digər məsələnin həllinə. Deyir ki, 4096 simvoldan ibarət mesajın həcmi 1 megabaytın 512-də bir hissəsi olarsa, yazıldığı əlifbanın gücünü hesablayın. Bizim belə bir düsturumuz var idi ki, i vurulsun, simvol bərabərdir həcm düsturumuz var idi. Bizə simvol sayı verilib, həcm də verilib. Bizdən əlifbanın gücünü istəyir. Əlifbanın gücü böyük N-dir. Böyük N-in düsturu N bərabərdir 2 üstü i-dir. Avtomatik biz birinci i-ni tapmalıyıq. Yəni, baxın, bu düsturda olan birinci i-ni tapmalıyıq. Sonra gətirib qoymalıyıq N bərabərdir 2 üstü i düsturunda yerinə və əlifbamızın gücünü tapmalıyıq. İndi bizdən yazırıq, i vurulsun, simvol sayımız nə qədərdir? 4096 və həcmimiz 1 megabaytın 512-də bir hissəsidir. Biz bilirik ki, i-nin hər zaman vahidi bitdir. Əvvəlcə 1 megabaytı bitə çevirməliyik və ölçü vahidlərinə görə bit, bayt, kilobayt, megabayt, bitlə bayt arasında məsafə 2 üstü 3-dür, yerdə qalanlar arasında məsafə 2 üstü 10-dur və biz bilirik ki, kiçikdən böyüyə doğru gedəndə bölürük, əksinə gedəndə isə vururuq. İndi biz əksinə gedirik, yəni böyükdən kiçiyə doğru gedirik. Yəni biz 1-i nəyə vurmalıyıq?
10, 10, 23. Yəni biz biri 2 üstü 23 bitə vurmalıyıq. Bu da eləyir 2 üstü 23 bit. Bununla bitir mi? Bitmir. Çünki deyir ki, 2 üstü 23-ün 512-də bir hissəsi tapılmalıdır. Yəni 2 üstü 23-ün 512-də bir hissəsi tapılanda biz onu vururuq 512-yə. Bu da eləyir 2 üstü 23. 512 2 üstü 9 deməkdir. Bölürük 2 üstü 9-a. Əsas eyni olanda və bölmə əməliyyatı yerinə yetiriləndə üstlər çıxılır. Yəni biz 23-dən 9-u çıxırıq, edir 14. Bu da verir bizə 2 üstü 14. Biz həcmimizi bildik ki, 2 üstü 14-dür. İndi buradan i'ni tapmağa nə var? 2 üstü 14-ü bölməliyik 4096-ya. 4096 özü 2 üstü bax 1024 2 üstü 10 1024'dür. 2 üstü 11 2048'dir. 2 üstü 12 4096'dır. Yəni 4096 2 üstü 12 deməkdir. Yenə bölünəndə üstlər çıxılır, qalır 14-dən 12-ni çıxırıq, qalır 2. Bu da eləyir 4. İndi biz i'mizi 4 tapmışıq. Bu i'dir. Bizdən əlifbanın gücü istənilib. Yəni böyük N istənilib. Böyük N'in dedik ki, düsturu nə idi? N bərabərdir 2 üstü i. Yəni 2 üstü i'ni yenə gətirib 4'ü qoyuruq. Bu da eləyir 16. Cavab edir 16. Davam edirik. Baxırıq 12-ci test nümunəsinə. 12-ci test nümunəsində deyir ki, akt zalında olan oturacaq sayı haqqında məlumat 10 bit təşkil edir. Oturacaqların sıfırdan başlayaraq nömrələndiyini bilərək sonuncu oturacağın nömrəsini tapın. Demək, i'miz burada neçədir? i'miz 10 bitdir. 10 bitdir. Demək, bu i 10 bitdisə, biz buradan nəticəni çıxarırıq ki, burada, yəni bu akt zalında 1024 simvol kodlaşdıra bilərik. 1024 simvol kodlaşdıra bilərik. Çünki n bərabərdir 2 üstü i düsturuna görə bu eləyir bizə 2 üstü 10, bu da verir bizə 1024'dür. Sıfırdan, bax, məsələn, belə deyim sizə. Tutaq ki, burada 1, 2, 3, nəsə, 4, 5, düzdür. Burada tutaq ki, nömrələməyə görə, əgər biz buradan sıfırdan başlayıb nömrələsəm, 0, 1, 2, 3, 4, düzdür. Amma 5 dənə oturacağım var. Lakin sıfırdan başlayıb nömrələnməyə görə burada 4 ədəd oturacaq olacaq. Əslində sıfırdan sözü olmasaydı 5 ədəd oturacaq var idi. Amma biz sıfırdan başlayıb nömrələyirik deyə 4 ədəd oturacaq sayılır. İndi 1024 ədədi bax, 1024 dənə, tutaq ki, baxın, aks zalında 10 bitdir, sayı haqqında məlumat 10 bitdir. Deməli, cəmi 1024 oturacağımız var. Amma 1024 oturacaq olmasına baxmayaraq, biz sıfırdan başlayıb nömrələmişik deyə, bizdə cəmi 1023 oturacaq qalır. Niyə görə? Məsələn, baxın, 5 dənə əslində oturacaq var. Normalda 1, 2, 3, 4, 5 dənədir. Amma sıfırdan başlayıb nömrələdiyimizə görə nə qədər oturacaq olur? Nömrəsi, oturacağımızın sonuncu nömrəsi nə olur? 4'dür. Oturacağın sayını soruşmur da, bizdən oturacağın nömrəsini soruşur. Bir dənəsi 10 bitdirsə, 1024 dənə sayılır. Və 1024 nömrə olar deyə düşünülür. Amma sıfırdan başlayaraq sayıldığına görə avtomatik 1023 olur sonuncunun nömrəsi. 1024 yox, 1023 olur. Amma birdən başlasa 1, 2, 3, 4, 5 deyə başlayıb davam eləsə, onda 1024 olar. Ümid edirəm ki, aydındır.
Keçirik növbəti suala. 53, 54. Aha. Deyir ki, yaşayış kompleksi hər mərtəbəsində 3 mənzil olan 9 mərtəbəli 5 binadan ibarətdir. Yaşayış kompleksinin bütün mənzillərinə qaz sayğacı quraşdırılıb. Sayğacların nömrələrinin kodlaşdırılmasında ikilik say sistemindən istifadə olunarsa, bir sayğacın nömrəsi ən az neçə bit informasiya tutar? Demək, bizdə 5 bina var. 1, 2, 3, 4, 5 dənə binamız var. Deyir ki, hər mərtəbədə, yəni hər mərtəbəsində bu binalar 3 mənzil və 9 mərtəbəli olur. 3 mənzil var və 9 mərtəbəli olur. Yəni demək ki, bir dənə binada ümumi 9 mərtəbəlidirsə, 3 mənzil varsa, avtomatik nə qədər mənzil olur? 27 dənə mənzil olur da, düzdürmü? O zaman bax, bir dənəsində 27 dənə mənzil varsa, avtomatik 5 dənəsində nə qədər mənzil olar? 5 dənəsində, yəni 5-i vuracaqsınız 27-yə, eləyəcək 139 mənzil. Bax, deyir ki, bu 139 mənzil ikilik say sistemindən istifadə edilərək kodlaşdırılır və ən az neçə bit yer tutar? Avtomatik sən 139-u gətirirsən 2-nin qüvvətləri arasına salırsan. 139 2 üstü 7 ilə 2 üstü 8-in arasında yerləşir və demişdik ki, qüvvəti ən böyük olanı götürürük, yəni 8 bit. Cavab olur B variantı. Ümid edirəm, bu da aydındır. Keçirik 54-cü suala. Kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 16 simvoldan ibarət və yalnız N, F, O, 3 və 9 simvollarından ibarət parol verilir. Kompüter sistemində hər bir belə parol mümkün olan minimum və eyni tam sayda bitlə kodlaşdırılır. 30 belə parol yaddaşda nə qədər yer tutar? Demək, 16 simvolumuz var. 16 simvolumuz var. Və 1, 2, 3, 4, 5. Bax, 16 simvollu bir qeydiyyatdan keçmək üçün parol 1, 2, 3, 4, 5, nə bilim, gəldi. Bu cəmi elədi 16 simvollu qeydiyyatdan keçmək üçün parol. Və bu parolda N, F, O, 3, 9-dan istifadə edilib. Yəni, neçə dənə simvoldan? 5 simvoldan istifadə edilib. 5 simvolda 2 üstü 3-lə 2 üstü 2-nin arasında yerləşdiyinə görə, deməli, 5 simvollu əlifbada bir simvolu yaddaşda 3 bit avtomatik yer tutur. Onda demək, bir dənəsi 3 bitdirsə, 16 dənəsi 16 vurulsun 3, yəni 48 bit yaddaşda yer tutmuş olacaq. 48 bit də bizə verir, 48 bit. Bizə nəyi verir? 6 baytı verir. Demək, bir dənə simvol yaddaşda 6 bayt yer tutursa, avtomatik 30 dənə simvolumuz 30 vurulsun 6, yəni 180 bayt yaddaşda yer tutmuş olur. Davam edirik. 55 və 56-cı sual nümunəsinə baxırıq. Deyir ki, 640 kilobayt həcmə malik qrafik faylın informasiya miqdarı çevrilmədən sonra 80 kilobayt olmuşdur. Çevrilmədən əvvəl RGB rəng modelində olduğu məlum olan bu təsvirin çevrilmədən sonra piksellərinin sayında dəyişiklik olunmayıbsa, onun kodlaşdırıldığı rəng palitrasındakı rənglərin maksimal sayını soruşur. Yəni, ümumiyyətlə, rənglərin maksimal sayı deyəndə böyük N nəzərdə tutulur. Böyük N-in də düsturu N bərabərdir 2 üstü i-dir. Yəni, sən birinci bu i-ni tapmalısan. i-ni tapmalısan. i-ni tapdıqdan sonra gəlib böyük N-i tapa bilərsən. Gəlin başlayaq. Deyir ki,
Ümumiyyətlə, qrafik informasiyada həcm düsturu belə idi ki, h bərabərdir a vurulsun, b vurulsun, i. Düzdürmü? Deyir ki, piksel sayı çevrilmə baş verib, amma piksel sayını dəyişmə olmayıb. Biz bilirik ki, a vurulsun, b bizdə piksel sayını göstərir. Piksel sayını. I isə rəng dərinliyidir. Rəng dərinliyi. Aha. Və deyir ki, 640-dan 80 kilobayta qədər dəyişib. Rəng dərinliyi dəyişib, amma piksel sayı olduğu kimi qalıb. Yəni yazıram ki, A vurulsun B vurulsun RGB deyir ki, çevrilmədən əvvəl RGB rəng modelində olur. Və mən bilirəm ki, RGB rəngdə rəng dərinliyimiz 3 baytdır. Deyirəm vurulsun 3 bayt. O da bərabərdir. Bax, çevrilmədən əvvəl 640 kilobayt olur. 640 kilobayt. Sadəcə kilobaytı mən çevirirəm bayta, yəni vururam 2/10-a. Bundan sonra nə edirəm? Buradan A vurulsun, B-ni tapıram. Bu da mənə verir, demək, 640 vurulsun 2/10 bölünsün 3. Sonra bu bizə baytı verir. Bu ifadə bizə baytı verir. Baytdan bu səfər keçirəm kilobayta. Baytdan kilobayta keçəndə bölürəm həmin ifadəni, bölürsən yenə 2/10-a. 2/10-a böləndə yox, üzr istəyirəm, belə getməyəcək. Belə getməyəcək. Aha. Bura qədər bildik. Bax, A vurulsun, B vurulsun 3 bayt bərabərdir 640 vurulsun 210. Bu bizim ilkin həcmimizdir. İlkin həcmimiz. Yəni çevrilmədən öncə. Çevriləndən sonra isə həcmimiz belə olur. Piksel sayımız dəyişmir. A vurulsun B. Burada i-ni bilmirəm, çünki bizdən i-ni tapmaq tələb olunur. I hələ ki boş qalsın və çevrilərək 80 kilobayta gəlib çıxır. Yəni burada 80 kilobayt da yaxşı tutaq ki, bayta keçsək, vursa 2/10-a. Burada həcm nə qədər azalma var? Həcmdə nə qədər azalma var? 8 dəfə görsəz ki, azalma var. 8 dəfə azalma var. Bax, həcmdən demək ki, rəng dərinliyimiz i-miz həcmlə i-miz düz mütənasibdir. Əgər həcmdə 8 dəfə azalma varsa, demək ki, i 8 dəfə azalıb ki, həcm 8 dəfə azalmış olub. O zaman belə çıxır ki, RGB-də 3 bayt, yəni 24 bitdir. Demək, rəng dərinliyim də mənim 8 dəfə azalıb ki, olub 3 imiş. Yəni 8 dəfə azalıb ki, həcmim 8 dəfə azalıb. Və rəng dərинliyim 8 dəfə azalanda əvvəl RGB imiş. Yəni 24 imiş. 24-dən 8 dəfə azalma baş verəndə qalır 3 bit. Demək ki, çevriləndən sonra bizim rəng dərinliyimiz 3 bit imiş. Amma bizdən nəyi soruşur? Maksimal sayı, yəni n bərabərdir 2/3, bu da bizə verir 8-i. Davam edirik. 56-da deyir ki, dəqiqə bunu sileyim. 56-da deyir ki, saytda qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 8 simvolu parol fikirləşmişdir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Simvollar yalnız onluq rəqəmlərdən, yəni 0-dan 9-a kimi 10 dənə rəqəmdən və Azərbaycan əlifbasının kiçik hərflərindən, yəni 32 dənə simvoldan ibarətdir. Həm onluqdan, həm 32 simvoldan, yəni 42 simvoldan ibarətdir. Demək, 42 simvoldan ibarətdirsə, 42 simvolda bir simvolumuz yaddaşda nə qədər yer tutmuş olur? 42 simvolda 42 2/4 ilə 2/5-in arasında yerləşir. Deməli, 5 bit. Bir dənə simvolun 5 bitdirsə, avtomatik 8 dənə simvolum 8 vurulsun 5. Yəni 40
bit yaddaşda yer tutmuş olur. Və 40 bitdə neçə bayt verir bizə? 40 bitimdə bizə verir 5 baytı. Deməli, bir dənə 8 simvollu şifrə 5 bayt yer tutur yaddaşda. Bəs 30 dənəsi nə qədər yer tutmuş olar? 30 dənəsi demək 150 bayt yaddaşda yer tutmuş olar. Davam edirik. 57-ci sualdan. Əlli yedinci sualda necə gedirik? Baxın, gəlin açaq bunları. Bunları gəlin açaq. 4 2 üstü 2 deməkdir. Bunu belə yaza bilərik də. 4 2 üstü 2, 2 üstə gəlsin x kimi yazmaq olar. Vuraq, yenə 4 2 üstü 2 deməkdir. Vurulsun 3 üstə gəlsin x deməkdir. Demək, bu tərəf kilobaytdır, bir tərəf kilobayt, bir tərəf megabaytdır. 4096 212-dir. Biz megabaytdan kilobayta keçirik, yəni vururuq bunu 210-a, hər tərəf artıq kilobaytdadır. Və belə bir qanunumuz var ki, riyaziyyatdan, əsas eyni olanda üstləri toplayıb yazmaq olur, yəni üstlər götürülüb hesablanır. Hətta bunu da belə yazırıq. 2 üstü 4 üstə gəlsin 2x vurulsun 2 üstü 6 üstə gəlsin x bərabərdir 2 üstü 22 topladıq. Buradan da 4 üstə gəlsin 2x üstə gəlinsin 6 üstə gəlinsin. Burada 2x-dır. 2x bərabərdir 22. Buradan da ki 4x bərabərdir. Bu eləyir 10, 10 bu tərəfə keçəndə eləyir 12, x da bərabərdir 3. Cavab edir C variantı. Sonra hansına baxırıq? İndi 58-ə baxırıq. Deyir ki, 32 simvollu minimal əlifbada demək, 20 səhifəlik sənədin hər səhifəsində x sayda simvol və 10 bayt həcmli şəkil var. Neçə simvol olar deyir. Gəlin bu tip misalları necə həll edirik, ona baxaq. 20 səhifəlik sənədimiz var. 20 səhifəlik, məsəl üçün 1, 2, 3, gəldik, bu da olsun 20-ci. Yəni, tutaq ki, burada cəmi 20 səhifə var. 20 səhifəlik sənəddə x sayda simvol var və hər birində 10 baytlıq şəkil var. Yəni, burada da 10, burada da 10, burada da 10, burada da 10. Yəni, hərəsində 10 bayt şəkil varsa, bir səhifədə 10 baytsa, avtomatik 20 səhifədə 200 baytlıq şəkil var deməkdir. Yəni, belə düşünün də, bir dənə səhifəlik sənədimiz var. Orada həm şəkil var, həm mətn var. Və şəkil və mətnin ümumi deyir ki, bu sənədin ümumi həcmi 1000 baytdır. Ümumi həcm 1000 baytdır. Şəklin bir dənə səhifədə 10 dənədirsə, 20 dənəsində şəklim 200 bayt yer tutur. 200 bayt yer tutur. Demək, bizim ümumi şəklimiz 200 baytdır. Buradan tapaq görək mətnimiz nə qədər eləyər? Demək, mətnimiz də edər 800 bayt. Bizdən nəyi soruşur? Deyir ki, neçə simvol olar? Düsturumuz nə idi? I vurulsun simvol bərabərdir həcm. İ'ni verib, deyir ki, 32 simvollu minimal əlifbada. 32 simvollu minimal əlifbada bir simvolun 5 bitdir. 5 vurulsun simvol bərabərdir həcm. Həcmimiz nədir? 800 baytdır. Sadəcə, baytdan bitə keçirik. Baytdan bitə keçəndə vururuq 8-ə. S də bərabərdir. Neyəcəksiniz? 800-ü vuracaqsınız 8-ə, böləcəksiniz 5-ə. Bu da eləyəcək, demək, 1280. Davam edirik.
128 yox, 1280 eləyir cavab. Məncə bunu hesablamaq rahatdır. Həmçinin 59-u hesablaya bilərsiniz, 60-ı hesablaya bilərsiniz. Rahatdır, bu səbəbdən hesablamıram. Sonra 61. 61-ə baxaq. Deyir ki, 259 səhifəlik kitabın ilk 2 səhifəsində, bax 259-un 2 səhifəsində şəkil var. Qalan səhifələrində də mətn var. Bax, 2 səhifədə 1024x1024 pikselli monoxrom şəkil var. Yəni 2 səhifəmdə həcm düsturum nədir? A vurulsun, B vurulsun, I. 2 səhifəmdə A vurulsun, B nədir? 1024, yəni 210 vurulsun 210. Monoxrom deyəndə ağ-qara nəzərdə tutulur və ağ-qarada biz demişdik ki, i'miz 1 bitdir. 1 bit. Bu da eləyir 2 üstü 21 bit. Aha. Bitdən də nəyə keçməyə? Cavabı bizdən kilobaytdan istədiyinə görə bitdən kilobayta keçirik. Bit, bayt, kilobayt. 2 üstü 3, 2 üstü 10. Yəni 2 üstü 13 bitdən də kilobayta keçəndə bölmə əməliyyatı edirik. 2 üstü 21-i 2 üstü 13-ə bölürük. Yəni əsas eyni olanda üstlər çıxılır. Bu bizə verir 2 üstü 8-i, yəni 256 kilobayt. Bu bizim şəklimizin həcmidir. Şəklin həcmidir. İndi gəlin mətnin həcmini tapaq. 259 səhifənin ikisində şəkil varsa, 257 səhifə qalır cəmi. Yəni yazıram ki, 257 səhifə vurulsun 32 sətir, vurulsun 128 simvol. 128 simvol. Və əgər mən demişəm ki, heç bir ASCII, Unicode, heç bir əlifba adı çəkməyibsə, siz 1 baytına gedəcəksiniz, yəni ASCII-nə hesablayacaqsınız. Baytdan da kilobayta keçəndə bölürsünüz 2 üstü 10-u. Bu 2 üstü 5-dir, bu 2 üstü 7-dir. Yəni 7 ilə 5-i cəmləyəcəksiniz, 12 eləyəcək. Üstlər çıxılır, bunlar ixtisar gedir. Burada 2 üstü 2 qalır, yəni 4 qalır. 257-ni də vuracaqsınız 4-ə. 257-ni 4-ə vuranda 1028 alınır. 1028 kilobayt. Bu mətindir, bu şəkildir. Sonda da nə etmək lazımdır? Bunları cəmləmək lazımdır. Yəni, sonda da yazıram ki, 1028 üzərinə gəlsin 256. 256. Bu da bizə verir 1284 kilobayt. Kodera testlərinin cavablarında yanlışlıqlar ola bilər. Ona görə cavablar üst-üstə düşməsə də narahat olmayın. Cavab 1284 kilobayt edir. Davam edirik. Sonra 62, 63, bunlara da baxaq. Deyir ki, avtomatik fotokamera 512 vurulsun 400 ölçülü raster qrafik təsvir yaradır. Bu halda qrafik təsvir informasiya həcmi bu qədər olarsa, rəng çalarlarının sayını müəyyən edin. Rəng çaları böyük N-dir, böyük N bərabərdir 200 i-dir və həcm düsturumuz A vurulsun, B vurulsun i-dir. Qrafik informasiyanın həcm düsturu budur. 512, yəni 209 vurulsun 400. İ'ni tapmalıyıq. İ'nin vahidi hər zaman bit olduğuna görə həcmimiz 200 kilobaytdır. Kilobaytdan bitə keçirik, yəni vururuq 213-ə. Buradan i'ni tapanda 200 vurulsun 213 bölünsün 400 vurulsun 209 edir. Bununla bu ixtisar gedir. Burada qalır 2. Bu 2, bu da 9. 210 ixtisar gedəndə qalır 203, yəni 8. Biz i'ni tapdıq 8, i'ni tapanda gətirib qoyuruq yerinə edir 256. A variantı.
İndi baxırıq 63-cü sual nümunəsinə. Deyir ki, tam dolu diskdə 3 ədəd eyni həcmli səs informasiyası. Dəqiqə buradakı silim. Tam dolu diskim var. Burada 3 ədəd səs informasiyası, səs. Bir dəqiqə, 2 eyni həcmli və həcmləri bərabərdir. 2 eyni həcmli video və 4 eyni həcmli 1, 2, 3, 4 eyni həcmli mətn var. Bunların hamısının həcmləri eynidir. Biz həcmi bilmirik, amma həcmlər hamısında eynidir. Bunda x-dırsa, bunda da x-dır. Amma hələ ki, həcmlərin nə qədər olduğunu bilmirik. Davam edirik. Deyir ki, diskdən bir ədəd video fayl silindi. Bir dənə video fayl silinib. Və 2 megabayt 48 kilobaytlıq mətn faylı əlavə edildi. Bir dənəsi silindi, bir dənə video silinsə də 2 megabayt 48 kilobaytlıq mətn faylı əlavə edilib. Daha sonra diskdə 1 megabayt 32 kilobaytlıq boş yer qalıb. 1 megabayt 32 kilobaytlıq boş yer qalıb. Baxın, diskdən bir dənə video fayl silinib, bir dənəsi silinib. Və bir video faylın həcmini soruşur bizdən. Bir dənə video fayl silinib, 2 megabayt 48 kilobaytlıq hələ demək, mətn faylı yazılıb. Amma buna baxmayaraq 1 megabayt 35 kilobaytlıq boş yerim qalıb. Deyir o video faylın, o silinən video faylın həcmi nə qədər imiş ki, bu qədər boş yerimiz qalıb. Bax, demək ki, buradan baxsan ki, bu qədər boş yerimiz qalıbsa, biz bunları toplasaq avtomatik. Bura bizə verər 80 kilobaytı, bura bizə verər 3 megabayt. Düzdür? Yəni, biz 3 megabayt 80 kilobaytdan 2 megabayt 48 kilobaytı çıxanda bizdə yerdə 1 megabayt 32 kilobayt yer qalmış olur. Yəni, demək bizim cəmi bir dənə videomuz 3 megabayt 80 kilobayt yer tuturmuş ki, hələ ki 2 megabayt 48 kilobayt yazıldığı təqdirdə boş yerimiz qalır 1 megabayt 32 kilobayt. Ümid edirəm, bu da aydındır. Davam edirik. Kontrol. 64-cü sual nümunəsinə baxaq. Deyir ki, 128 səhifəlik sənədin cüt səhifələrində ölçüsü 512/256 piksel olan və 256 rəng palitrasının köməyi ilə kodlaşdırılmış qrafik təsvir var. Qalan səhifələrində, yəni ki, bu sənədin informasiya həcmi nə qədərdir? Həm şəklimiz var, həm mətnimiz var və bizdən ümumi həcmi istəyir. Yəni, sən hamısını ayrı-ayrı tapacaqsan, sonda da cəmləyəcəksən. 128 səhifəlik sənədin cüt səhifəsində 512/256 piksel və 256 rəng palitrasının köməyi ilə kodlaşdırılmış qrafik təsvir var. Şəklin, yəni qrafik təsvirin həcm düsturu nə idi? Yəni, həcm düsturumuz A vurulsun, B vurulsun, I idi. Burada 128 dənə də səhifəlik mətnim var. İndi bunun cüt səhifələri nə qədər olar? Davam edirik.
128 səhifəlik sənədin cüt səhifələrində, yəni 64 səhifəsində şəkil var. Tək səhifəsində, yerdə də 64 səhifəsi qalır, mətn var. İndi gəlin hesablayaq. 64 səhifədə 512, yəni 209 vurulsun 256, 208 vurulsun 220 də nə qədərdir? 8 bit. Vurursan 8-ə. Bunun da həcmini tapanda kilobaytla gəlin tapaq. Bu nə verir bizə? 64, 2 üstü 6-dır. Üstünə 9 gələcəksiniz. Üstünə 8 gələcəksiniz. 8 də 2 üstü 3 olduğuna görə üstünə 3 gələcəksiniz. Bu bizə verəcək 2 üstü 26-nı. 2 üstü 26 nə amma? Bit. Düzdürmü? İndi buradan bitdən megabayta keçsək daha yaxşı olar. Byte, kilobayt, megabayt. 2 üstü 3'dür. Yerdə qalanlar arasındakı məsafə 2 üstü 10, 2 üstü 10'dur. Yəni 10, 20, 23'dür. Bitdən megabayta keçəndə bölürük 2 üstü 23'ə. Bu da bizə verir 2 üstü 3'ü, yəni 8'i. Deməli bizim şəklimiz 8'dir. İndi mətni tapaq. Qalan səhifə nə qalıb? 64'ü qalıb da elə. 64 səhifəmizdə də 8000, yəni 8000 nədir? 8 vurulsun 1024 deməkdir. Simvol var və Unicode-dadır, yəni 2 baytlandır. 64 2 üstü 6'dır, 8 2 üstü 3'dür, 1024 2 üstü 10'dur. Bu bizə verir burada 2 də var. Yəni bu ifadə bizə verir 2 üstü 20 baytı. Baytdan da kilobayta keçəndə 2 üstü 20'yə bölürük. Bu bizə verir 1 megabaytı. Deməli, bizim 8 səhifəmiz şəkildir. Yəni şəklimizin həcmi 8 megabaytdır. Mətnimizin həcmi 1 megabaytdır. Cəmi yaddaşda 9 megabayt yer tutmuş olar. Davam edirik 65 ilə. Bu rahatdır. Avtomobil nömrə nişanlarının hərf və rəqəmlərin kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan, mən demişəm də, belə olur da, məsələn 33 BA 560. Burada cəmi 74 variantı olur. Burada 26, burada da 26. Bunlarda da onluq say sisteminin ədədləri iştirak edə bilir. İndi bizə deyir ki, 74'ü yazırsınız. 74 o deməkdir ki, 74 region istifadə edilə bilər burada. 74 vurulsun nə? 26 vurulsun 26. Çünki burada 26 vurulsun 26 İngilis əlifbasına istifadə edilə bilər. Əslində onluq say sistemidir. 10 vurulsun 10 vurulsun 10 olmalıdır. Bu bizə verir. 74 vurulsun 26'nın kvadratı. Əslində bunu dərsdə izah eləmişdim. Bu da onun kubudur. Və bu 74 vurulsun 26'nın kvadratı vurulsun 1000 deməkdir. Amma bizə deyir ki, 001 vəziyyətindən başlanılıb kodlaşmağa. Yəni əslində normalda 00999-dan kodlaşdırılır. O zaman bu ifadəni qəbul etmək olar. Bu ifadə qəbul olunur. Amma bizə deyir ki, bu son 3 rəqəm var ha, son 3 rəqəm. 001, yəni bir dənə azla başlayır. Yəni burada 1000 yox, 1000'in əvəzinə 999 yazılmalıdır. Yəni ki, 74 vurulsun 26'nın kvadratı vurulsun 999. Davam edirik. 66'da da o cürdür. Yenə eyni şeyi deyir. Burada da 74 variant var. Yəni 74 vurulsun 26'nın kvadratı vurulsun 999. 67'nin də cavabı budur. 67'də deyir ki, 15 dənə simvolu kodlaşdırmaq üçün Y, G, Y, 2, 0, 1, 3 simvollarından istifadə olunur. Yəni 1, 2, 3, 4, 5, 6, 7. Yəni 7 simvoldan istifadə edib kodlaşdırıblar. 7 simvolda da bir simvolu yaddaşda 3 bit yer tutmuş olur. O zaman 15 simvoldan biri 3 bitdirsə,
15 simvolun 15'i yaddaşda 15 vurulsun 3 bit. Yəni 45 bit yaddaşda yer tutmuş olur. 45 bitdə bizə deyir ki, tam bayt uzunluğuna gətirin. Baxın, 45 özü tam bayt uzunluğuna gəlmir, düzdür? 45-dən sonra 8-ə bölünən ilk ədəd hansı olar? 48 bit. Düzdürmü? Və 48 bit də 6 bayt deməkdir. Deməli, bir dənə şifrəmiz yaddaşda 6 bayt yer tutur. Deyir, bəs 25-i nə qədər yer tutar? O zaman 25-i vuracaqsınız 6-ya. Bu da sizə verəcək 150. Davam edirik. 68-də də eyni cür gedir. 7 simvoldur. 7 simvolu bir nişan var. Bu 22 hərfdən və onluq rəqəmdən, yəni 22 onluq rəqəmdən 32 simvoldan düzəlib. 32 simvolda bir simvol yaddaşda 5 bit yer tutursa, 7 simvolum avtomatik 35 bit yaddaşda yer tutmuş olacaq. İndi 35 8-ə tam bölünmür. Bizə deyir ki, bu məsələnin şərtində deyir ki, mümkün bit sayı ilə kodlanmalıdır. Yəni tam sayda byte ilə kodlanmalıdır. Yəni sən bunu elə eləməlisən ki, byte-a keçəsən və byte-a keçəndə tam bölünmə baş versin. 35 8-ə bölünəndə tam bölünmə baş vermir. 35-dən sonra 8-ə bölünən ilk ədəd 40-dır. Demək 40 biti götürəcəyik. 40 bitdə 5 bayt deməkdir. Deməli, bizim 7 simvolumuz, bir dənə nişanımız 5 bayt yaddaşda yer tutur. O zaman 50 dənəsi 50 vurulsun 5, yəni 250 bayt yaddaşda yer tutmuş olar. Davam edirik 69-la. Bizə deyir ki, bu səfər 15 dənə simvolumuz var və bu simvolun yığılmağında onluq rəqəmlərdən və 11 fərqli simvoldan istifadə olunub. Yəni 21 simvoldan istifadə olunub. Bütün hərflər 2 üsulda istifadə olunur. Bax, burasına diqqət edək. Bizə deyir ki, onluq rəqəmlərdən istifadə olunur. O heç. Bunu yazdıq. Və 11 fərqli simvoldan istifadə olunur. Amma bu hərflər var ha, bu simvollar iki vəziyyətdə. Yəni məsəl üçün həm A yazılıb, həm B yazılıb, həm C yazılıb. Yox. Həm kiçik A yazılıb, həm böyük A yazılıb, həm kiçik C yazılıb, həm böyük C yazılıb. Yəni 11 simvol olsa da onun həm böyük, həm kiçik vəziyyəti yazılıb. Deməli cəmi 22 simvol yazılıb. Həmçinin də onluq rəqəmlərdən istifadə olunduğuna görə 32 simvoldan istifadə olunur. 32 simvolda bir simvol yaddaşda 5 bit yer tutmuş olur. 5 bit yer tutduğuna görə 15 simvolun bəs o zaman bax. Bir dənə simvolun 5 bitdirsə, 15'im 15 vurulsun 5, yəni 75 bit yaddaşda yer tutmuş olur. Yenə biz bunu tam bayt uzunluğuna gətirməliyik. 75 8-ə tam bölünür. Yox, 75 8-ə tam bölünmür. Yaxşı, 8-ə 75-dən sonra 8-ə bölünən hansı ədəd var? Hə, 75-dən sonra 8-ə bölünən hansı ədəd var? 80. 88-ə tam bölünür. Bu da eləyir 10 bayt. Deməli, bir dənə parol yaddaşda 10 bayt yer tutursa, 30 parolum 30 vurulsun 10, yəni 300 bayt yaddaşda yer tutmuş olacaq. Davam edirik 70-ci sual nümunəsi ilə. Baxaq. Nə deyir? Deyir ki, şagirdlər komanda şəklində olimpiyadaya qatılmaq üçün kompüter sistemində qeydiyyatdan keçirilir. Qeydiyyatdan keçərkən hər bir şagirdə unikal identifikator, yəni 1-dən 100-ə qədər tam ədəd verilir. Hər bir identifikatorun saxlanması üçün eyni və minimum mümkün bit sayından istifadə olunur. Bax, 1-dən 100-ə qədər ümumi 1000 dənə
elə bil ki, kod verilib, identifikator verilib. Və hər biri bax 1000 dənə yaddaşda nə qədər yer tutur? 1000 2 üstü 9 ilə 2 üstü 10-un arasında yerləşir və onu götürürük də. Deməli 1000 dənəsində bir dənə simvolum 10 bit yaddaşda yer tutmuş olur. Sonra arxasını oxuyaq. Deyir ki, hər bir identifikatorun saxlanması üçün eyni və minimum mümkün bit sayından istifadə olunur. Hər bir tələbənin şəxsi kodu unikal identifikator və 8 bitlik əlavə məlumatdan ibarətdir. Yəni, hər bir tələbədə həm 10 bitlik bir məlumat var, həm də 8 bitlik bir məlumat var. Yəni 10 bit, bu da 8 bit. Nə eləyir cəmi? 18 bit. Bizdə də deyir ki, minimum byte sayından istifadə edin. Yəni bunu 18 bit 8-ə tam bölünür? Yox, bölünmür. 18-dən sonra 8-ə bölünən ilk ədəd 24-dür. 24 bitimdə avtomatik 3 byte yaddaşda yer tutmuş olur. Və demək, bir dənə uşaq üçün 3 byte-dırsa, avtomatik bizim 20 dənə uşağımız üçün 120 byte məlumat olacaq. 120 byte məlumat olacaq. Yox, 120 nədir? 20-ni 3-ə böləndə 120 eləmir, üzrsən. 20-ni 3-ə vuranda 60 eləyir. 60 byte, bax, bir dənə uşaq üçün 3 byte-dırsa, 20 dənə uşaq üçün 60 byte yer tutmuş olur. Deyir ki, bütün şagirdlərin şəxsi kodunu saxlamaq üçün 180 byte lazımdırsa, hər komandada neçə şagird var? Bax, 20 komanda, bax, bir komandamız 3 byte-dır, 20 komandamız 60 byte-dırsa, bir dənə komanda üçün 60 byte-dırsa, bəs burada ümumi deyirəm ki, ümumi 180 bir dənəsi üçün 60 byte-dırsa, görüm ümumi nə qədər uşaq var ki, hamısı 180 olub. Buradan da gəlib çıxır ki, deməli, hər bir komandada 3 dənə şagird var imiş. Davam edirik. 71-ci sual nümunəsi də bayaq etdiyimiz sual nümunələri ilə eynidir. Heç bir fərqi yoxdur. Deyir ki, 21 simvol var və bu simvollardan 1, 2, 3, 4, 5, 6, 7 simvoldan 7 simvol yaddaşda 3 bit yer tutmuş olur. 3 bit yer tutmuş olursa, o zaman bir dənəsi 3 bitdirsə, 21 dənəsi 63 bitdir. 63 bit tam byte uzunluğu deyir. 63 8-ə tam bölünmədiyinə görə 63-dən sonra 8-ə ilk bölünən ədəd 64 olduğuna görə 64 bit olaraq götürürük və 64 bitimiz elə 8 byte verir. Və deyir ki, 40 dənəsi yaddaşda nə qədər yer tutar? Bu da 40 vurulsun 8, yəni 320 byte yaddaşda yer tutmuş olur. Davam edirik 72-ci sualla. Baxaq görək nə deyir. Aha. Müəyyən bir ölkənin qeydiyyatından keçmək üçün istifadəçidə parol yaratması tələb olunur. Parolun uzunluğu tam olaraq 11 simvoldan ibarətdir. 11 dənə simvol var. İstifadə olunan simvollar onluq rəqəmlərdən və 12 müxtəlif hərfdəndir. Bütün hərflər iki üslubda istifadə olunur. Yəni, həm kiçik, həm də böyük. 12 dənə hərfimiz varsa, bunu iki üslubda istifadə edilibsə, deməli 24 dənə hərfimiz var. Yəni, 24 müxtəlif hərfdən istifadə olunub. Bu da bizə verir nəyi? 34-ü. 34 simvolda da bir simvolumuz avtomatik 6 bit yaddaşda yer tutmuş olur. 11 bir simvolumuz 6 bitdirsə, 11 simvolumuz 66 bit yaddaşda yer tutmuş olur.
66 biti də tam bayt uzunluğuna gətirməliyik. Çünki eyni tam bayt sayı ayrılır. Gətirməliyik. 66 8-ə bölünmədiyinə görə tam olaraq 66-dan sonra 8-ə bölünən ilk ədədimiz 72-dir. 72-ni də 8-ə bölündə eləyir 9 bayt. Və demək bir simvolumuz, yəni bir istifadəçi üçün parol 9 baytdırsa, 60 üçün 60 vurulsun 9, yəni 540 bayt olur. D variantı. Davam edirik. 72-dən sonra gəlir 73. Deyir ki, kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 6 simvoldan ibarət və yalnız bu simvollardan ibarət parol verilib. 6 simvoldan ibarətdir və sadəcə bu simvollardan ibarət parol verilib. Hər bir parol minimum tam baytlı və bütün simvollar eyni və minimum mümkün bit sayı ilə kodlanılır. Hər bir istifadəçinin parolu ilə yanaşı əlavə məlumatı da sistemdə saxlanılır. 100 istifadəçi haqqında məlumatı saxlamaq üçün 1004 bayt istifadə olunursa, hər bir istifadəçi haqqında məlumat saxlamaq üçün neçə bit ayrılmışdır? Baxıram ki, nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7. 7 simvolda bir simvolum yaddaşda 3 bit yer tutmuş olur. O zaman bir simvol 3 bitsə, 6 simvolum 18 bit yaddaşda yer tutmuş olur. 18 bit tam bayta gətirmək üçün 18 8-ə tam bölünmədiyinə görə 18-dən sonra 8-ə bölünən ilk rəqəm 24 bitdir. Bu da bizə verir 3 baytı. 3 baytı. Deməli, bizdə bir parol belə çıxır ki, bir parol 3 baytdır, yaddaşda yer tutur. Bir də əlavə məlumat var burada. Əlavə məlumat var. Bax, 100 istifadəçi üçün həm 3 baytlıq parol var, həmçinin də əlavə məlumatım var. Yəni mətnim var. Bunlar cəmi bizdə 1024 bayt yaddaşda yer tutur. 1024 bayt. Bu da eləyir, hər tərəf baytdır da. 3 bayt üstə gəlsin mətin bərabərdir. İxtisar getdi 14 bayt. Bunun da mətni tapmağa nə var? 11 bayt. Deyir ki, əlavə məlumat derinliyi nə qədərdir? Bu da eləyir 11. Cavab A variantı. Yox, A variantı yox, cavab B variantı. Niyə görə? 11 baytdır, səndən cavabı bitlə istəyir. Baytdan da bitə keçəndə 11-i vurursan 8-ə, bu da eləyir 88. Ümid edirəm, bu da aydındır. Davam edirik 74-dən. 74-ü necə edərik? 74 də əslində bayaqki kimi həll olunur. Yəni 16 simvoldan ibarətdir. Gəlin baxaq. Kompüter sistemində 16 simvol var və parolda istifadə olunan simvollar Latın əlifbasının böyük və kiçik hərflərinə istifadə olunub. Latın əlifbası 26 hərflidir. Həm kiçik, həm böyük olduğuna görə 26. Yəni cəmi 52 hərfimiz var burada. 52 hərflidir. Həmçinin də onluq rəqəmlərdən istifadə olunub. Yəni 52 hərf onluq rəqəm bizə verir 62-ni. 62 simvollu əlifbamızda bir simvolumuz yaddaşda 6 bit yer tutmuş olur. 6 bit yer tutmuş olur. Sonra deyir ki, bundan sonra nə deyir? Deyir ki, hər bir parol 16 demək, bir dənəsi 6 bit yer tutursa, o zaman 16 dənəsi nə qədər yer tutmuş olar? 16 dənəsi
16 vurulsun 6. Yəni 16-nı da 6-ya vuranda neçə eləyəcək avtomatik olaraq? Edəcək 96. 96 bit yer tutmuş olur. 96 bitdə 96 bit neçə baytdır? 96 bitim də bizə verir 12 baytı. Deməli, bir dənə parol yaddaşda 12 bayt yer tutmuş olur. 12 bayt yer tutmuş olur. Və deyir ki, hər bir istifadəçi üçün bu simvoldan əlavə hər bir istifadəçi üçün 40 baytlıq əlavə məlumatım var. Bu mənə nəyi verir? 12 ilə 40-ı cəmləyəndə verir mənə 52 baytlıq məlumat. Bu 52 baytlıq məlumat var ha, bir istifadəçi üçündür. İstifadəçi üçün. Bir istifadəçi üçündür. İndi deyir ki sənə nə deyir? Deyir ki 10 kilobayt yaddaşda saxlanıla bilən ən çox neçə istifadəçi sayı nə qədər olar? 52 bayt bir istifadəçi üçündürsə 10 kilobayt yaddaşda saxlanıla bilən ən çox neçə istifadəçi sayı ola bilər? Avtomatik 10 1024 10 1024'e vursaq parola yanaşı aha yəni bir dənə istifadəçi üçün 52 baytdır. Bir dənə istifadəçi üçün 52 baytdırsa, səhv eləmirəmsə bu testin cavabında səhvlik var idi. Səhvlik var idi. Bəli. Amma bir dəqiqə. Bax, bir istifadəçi üçün 52 baytdırsa, görüm ümumi nə qədər istifadəçim var ki, orada ən çox 10 kilobaytlıq məlumat saxlanılır. Onda 1024'dür. Bu da gəlir bizə x bərabər, yəni bunu bir-birinə böləndə 182 tam neçəsə alınmalıdır. Bunun cavabını 182 tam götürülürdü. 182 götürülürdü. Bu sualın özü ümumiyyətlə səhv idi. Yadıma düşdü. Çünki sualın qoyuluşunda səhvlik var idi. Həmçinin variantlarında da heç belə bir variant yox idi. Kodera başdan aşağı yanlışdır da səhvdir. Amma gedişat olaraq belə gedir. Yəni bayaqki sualla eynidir. Sadəcə bunun cavabı tapılmır. Bir də sualın qoyuluşunda səhvlik var. Bu sualla eyni məntiqə gedib çıxır. Demək, eyni cür edə bilərsiniz əslində. Davam edirik 75-lə. Deyir ki, Kamil X mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayır. Hər mərtəbədə mütləq şəkildə 7 mənzil var. Belə düşünək ki, bu tutaq ki, binadır. 1, 2, 3, 4, 5, 6, nəsə 7 dənəsi var. Yəni, hər mərtəbədə də 7 mənzil var. 7 mərtəbəli binanın hər mərtəbəsində də 7 dənə mənzil var. Sonra hər mənzilə fərqli ikilik kod qəbul edilib. Bu sualın özündə də səhvlik var. Demək, sualın özündə 7 yox 8 bitlikdir. Bu sual da yanlışdır. Bunu da həll etməyəcək. Sualın ümumiyyətlə qoyuluşu səhvdir və 7 bitliklə heç cavab çıxmır. 7 bitliklə də səhv ümumiyyətlə gedib başqa yollara çıxır. Yenə bunu müəllimlərlə 8 bitliklə hesablamışdılar. Yenə də gedib çıxmamışdı. Yəni buna da başınızı yormayın. Sualın qoyuluşu səhvdir. 76 rahatdır, məncə yazarsınız, heç bir problem olmaz. 77-yə baxaq. Nə deyir 77-də? Deyir ki, Kərəm A, B, C, D, Y, F hərflərindən istifadə etməklə 5 hərfdən ibarət söz düzəldir. Neçə hərflidir? 1, 2, 3, 4, 5. 5 hərfdən ibarət söz düzəldir. Bu sözlərdə A hərfi ya yalnız ikinci mövqedə istifadə edilir, ya da heç istifadə eləmir. 1, 2, 3, 4, 5. Deyir ki, bu sözlərdə A hərfini ya burada istifadə edə bilərsən, ya da ki, A hərfini heç istifadə etməyəcəksən. Aşağıdakı qaydaları nəzərə almaqla ən çox neçə söz düzəltmək olar? Aha.
Baxın, A hərfi istifadə edildikdə sözün sonu yalnız samitlə bitməlidir. Bax, tutaq ki, birinci variantda A hərfini istifadə edirəm. O zaman sözün sonu yalnız samitlə bitməlidir. Bax, yuxarıda verilib. Burada samitlər, samit deyir də, samitlə. Burada samitlər hansıdır? Yəni, bax, yazıram bura B, C, D, F. Samitlər bunlardır. Deməli, burada neçə variant istifadə edə bilərik? 4 variant istifadə edə bilərik sonunda. Amma belə önündə başqa yerinə dair heç bir şərt olmadığına görə burada da bax əslində 2, 2, 4, 5, 6 variantdır. Amma A hərfi ya ortada istifadə edilə bilər, ya da heç istifadə edilməsin. A hərfini ortada istifadə etsəm, mənim nəyim qalır? B, C, D, Y, F. Yəni 4 dənə vəziyyətim. Burada da yox, 5 dənə vəziyyətim, 4 yox. 5 dənə vəziyyətim qalır. Dəqiqə. Çünki baxın, 4 vəziyyətim hansıdır? B-dir, C-dir, D-dir, Y-dir, F-dir. 2, 2, 4, 5. 5 dənə vəziyyət burada, 5 dənəsi burada, 5 dənəsi burada. Burada da 1 vəziyyət. Bunları bir-birinə vursaq edər 500. Bir də deyir ki, A heç istifadə olunmasın. Və A hərfi istifadə edilmədikdə hərflər təkrarlana bilməz. A hərfi istifadə edilmir, tutaq ki. Burada bax, ola bilər B, C, D, Y, F. Düzdür? Tutaq ki, neçə dənə variant ola bilər? 5 dənə variant ola bilər. Və bu 5 variantdan tutaq ki, burada biz istifadə elədik B hərfini. İndi gəlirəm, digər tərəfdə təkrarlana bilmədiyinə görə, burada ancaq C, D, Y, F istifadə edə bilərəm. Yəni, neçə vəziyyət qoya bilərəm burada? 4 dənə vəziyyət qoya bilərəm və tutaq ki, burada C-ni qoyduq. C-ni qoyduqsa, avtomatik bura D, Y, F qoyula bilər. Yəni, 3 dənə vəziyyət qoyula bilər. Məsəl üçün, burada Y-ni qoysaq, bura ancaq D ilə F-i qoya bilərik. Neçə vəziyyət qoya bilərik bura? 2 dənə vəziyyət qoya bilərik. Burada F-i qoysaq, bura qalır bir dənə D, yəni 1 dənə vəziyyət qalır. 5 vur, 4 vur, 3 vur, vur 2, vur 1, bu da bizə verir 120-ni. Sonda da 500-lə 120-ni toplayırsınız, alınır 620. B variantı. Davam edirik. 78. Bitirmi? 78, 79, hə, bitdi. 78-də deyir ki, Morze əlifbası nöqtə və tre birləşməsini təyin etməklə radio rabitəsi üçün simvolları kodlamağa imkan verir. Ən azı 2 və ən çox 4 siqnal olan Morze əlifbasında istifadə etməklə neçə müxtəlif simvol kodlaşdıra bilər. Demək, 2 variantımız var. Nöqtə və tre. 2 dənə variantımız var. Nöqtə və tre variantımız var. Ən az 2 və ən çox 4 ola bilər. Yəni, ən az biz bura 2, ən çox 4 yerləşdirə bilərik. Bir dəqiqə. Rəqəmlər, hərflər və işarələr kodlaşdırıla bilər. Necə eləyərik? Baxaq. Bax, 1, 2, 3... 1, 2, 3, 4, bir dənə də 1, 2. 2 dənə variantımız ola bilər. Bir nöqtə, bir də tre variantımız ola bilər. Ən az 2 və ən çox 4 siqnal ötürülə bilər. Bax, bizə deyir ki, ən az 2 siqnal. Ən az 2 siqnal deyəndə 2 variant, dəqiqə, 2 variant ola bilər və ən çox 4. 1, 2, 3, 4. Ortada da bir dənə 3 dənə variantlısı var da, həmçinin həm 2 siqnal ötürə bilən, həm 3 siqnal ötürə bilən, həm də 4 siqnal ötürə bilən. Çünki bizə deyir ki, ən az 2, ən çox 4 ola bilər. Başqa heç bir variant ola bilməz. Və bizdə də neçə variant var. Bizə deyir ki, 2 dənə nöqtə və tredən istifadə oluna bilər bu əlifbada. Yəni, neçə dənə? Burada da 2 variant olar, burada da. Burada da 2, burada da. Burada da həmçinin 2, 2, 2, 2, 4, 8, 16. Sonunda da bunları cəmləyirik, edir 28. Gəlin bir də başa salım. Əgər başa düşmədinizsə bir də deyim. Baxın,
bizə bir dənə əlifba verilib. Deyir ki, bu əlifbada sadəcə 2 vəziyyət var. Nöqtə və tire vəziyyəti var. Başqa heç bir vəziyyət yoxdur. Və buradakı simvol sayı ən az 2, ən çox 4 siqnal ötürə bilir. Yəni ən az 2-dən ola bilər. Ən çox 1, 2, 3, 4-dən ola bilər. Ortada da 2-dən 4, 1, 2, 3 dənə vəziyyəti kodlaşdıra biləcək siqnalımız var. Və 2 vəziyyətimiz var. Yəni burada 2, burada 2, burada 2, burada 2, burada. Yəni başqa vəziyyətimiz yoxdur da. Bu eləyir 4, bu eləyir 8, bu eləyir 16. Cəmləyəndə də verir 28. Bu da belə. Sonuncu testimiz 79. Deyir ki, Arif yalnız B, A, L, K, O-nu hərflərindən ibarət 3 hərfli söz düzəldi. 3 hərfli söz düzəldi. 1, 2, 3 hərfli söz. Hər sözdə B hərfi ən az bir dəfə istifadə olunub. Digər etibarlı hərflərin hər biri bir sözdə istənilən sayda və ümumiyyətlə görünə bilməz. Söz hər hansı etibarlı hərf ardıcıllığı mütləq mənalı deyil. Arifin yaza biləcəyi neçə söz var? Bax, biz deyir ki, B hərfi ən az bir dəfə istifadə olunub. Biz buradan B hərfinin, yəni hamısında istifadə olunandan və heç istifadə olunmayanları tapmalıyıq. Neçə dənə simvol var? 2, 2, 4, 5, 6 dənə simvol var. Və bu 6 simvolun hamısında, bax hamısının istifadə olunduğu yəni bax 6 simvol burada, 6 simvol burada, 6 simvol burada. Hamısı istifadə olunanda 256 simvollu söz düzəltmək olur. Amma B hərfinin heç B hərfi istifadə olunmayan deyəndə, o zaman B hərfi heç istifadə olunmayanda 5 dənə qalır da. Burada da B yoxdur, burada da B yoxdur, burada da B yoxdur. Cəmi 125 dənə söz yaratmaq olur. Bizə də deyir ki, B hərfi ən az bir dəfə istifadə olunan sözlərin sayını tapın. Arifin bir dəfə B hərfini istifadə etdiyini tapın. Bax, hamısı istifadə olunandan heç istifadə olunmayanı tapıb, bir-birindən çıxanda elə yerdə bir dəfə istifadə etdiyimiz qalır da, yəni ən az 91 dənə söz var. B hərfinin iştirak etdiyi ən az 91 dənə söz olmuş olur. Yəni ki, belə desəm qısaca, bizdən deyir ki, hər sözdə B hərfi ən az bir dəfə istifadə olunan söz tapın. Nə qədər söz var? Biz əvvəlcə hamısında 3 dənə hərflidə, əgər hamısı iştirak edən sözlə B hərfi heç iştirak etməyən sözlərin sayını tapıb bir-birindən çıxsaq, avtomatik bizə ən az B hərfi iştirak edən sözlərin sayını verir. Bu da ki, demək, hamısı iştirak edən, yəni B-də, A-da, L-da, K-da, O-da, N-da iştirak edən 216 söz var. B hərfi heç iştirak etməyən 125 söz var. Bunları da bir-birindən çıxanda 91 dənə söz əldə etmiş oluruq. Deməli, B hərfi iştirak edən 91 sözümüz olmuş olur. Bu qədər test izahı bitdi. Diqqətli izləyin. Harda nə sualınız olsa dərsdə verərsiniz inşallah.